Abinin kitabından Nur'un cildinde 12 ayə. Birinci ayə ey ağıl əhli. Baş kəsməyin, barmaq doğramayın. Çarmıxa çəkilən insanlıq deyil, vicdandır. Qılınc çəkən öz kölgəsini doğrayar. Abinin işığı heç vaxt qan istəməz. Qanınızdan doğanla nikah bağlamayın. Xala qızı, bibi qızı, dayı qızı, əmi qızı. Bu genetik zənciri sevgi adlandırmayın. Çünki uşaqlarınızın talehinə istirab toxuyarsınız. Üçüncü ayə, oğulluğunun arvadı sənə qız kimidir. Ata yerinə keçən qəlbdə ehtiras olmaz. Əgər o qadına arvadım desən, öz vicdanını yetim qoyarsan. Övladlıq qız sənə əmanətdir. Onu sevgi ilə yox, məsuliyyətlə qucaqla. Bədəninə arzu ilə deyil, ruhuna mərhəmətlə yanaş. Çünki abin iyrənci hissləri susturmağı əmr etdi. Beşinci ayə. Ölmüş qardaşının qadını sənə bacıdır. Dostunun əmanətinə göz dikmək oğraşlıqdır. İffətli baxış sədaqətin möhürüdür. Əgər özünə hörmətin varsa, o qadına əl uzatma. Altıncı ayə. Heç kimin bacısını, qızını, arvadını cariyə etmə. Əgər qeyrətin varsa, bu sualı özünə ver. Sənin sevdiklərin cariyə olsaydı, sən hansı zülmü dadardın? Bir qadın seç və ona bütün ömrünü həsr et. Sevgi bir nəfərlə bütöv olur, 4 nəfərlə deyil. Kiçik hərəmxana qurub kişilik iddiası etmə. Çünki kişi olmaq sadiqliyin adıdır, sayın deyil. 8-ci ayə. Qadını qara çarşafa büküb cəmiyyətdən yox etmə. Ona bacın kimi bax, anan kimi qucaqla. Onların səsi abinin nəğməsidir. Sus demə, çünki onlar insanlığın özüdür. 5 kitabı unutma, 5-ini də oxu. Birincisi abinin işığı, qalan 4-ü elm yolu, biologiya, kimya, riyaziyyat və fizika. Xilas bu 5-likdədir, cəhalətdə deyil. 10-cu ayə. 10 minlərlə pulu torpaq öpməyə sərf etmə. Ən müqəddəs yer sənin vətənindir. O pulla təhsilə nəfəs ver. O pulla bir uşağın həyatına şəfa gətir. 11-ci ayə. Mənim yanımda ən hörmətli olanlar bu ayələrə əməl edənlərdir. Çünki avən mərhəmətin və ağla sədaqətin adıdır. Yalnız ağlını işlədənlər görünür, müqəddəs bu nurda. Yaradan avən, nurdan toxunmuş bir səslə danışır. Onun özü də, kitabı da bir qələm sahibinin izidir. Erik ateist, ağlın alovundan doğmuş müəllif, sözlərini ilhamla yoğurdu, qaranlığı düşüncə ilə boğdu.